Bura Azərbaycanın cənubudur. Tanımayanlar üçün Masallı cənubda bir yer, tanıyanlar üçün isə həftə sonu tətillərini keçirmək üçün hər fürsətdə gələ bilinəcək bir məkandır. Masallı bir tərəfdən Talış dağları və Lənkəran ovalığı, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunub. Rayon ərazisindən axan Viləş çayı şəhəri iki yerə bölür. Alvad çay və Tatyan çayları da Masallı rayonunun ərazisindən keçir. Azərbaycan paytaxtından 232 kilometr məsafədə yerləşən Masallı müasir görünüşü ilə diqqət çəkir. Güclü iqtisadi siyasətin bəhrəsi nəticəsində az bir zamanda dəyişən və yeniləşən Masallı təkcə yerli deyil, həm də xarici turistlərin də diqqətini cəlb edir. Masallının tarixi çox qədimdir. Mənbələrdə Masallının antik dövrdə Midiya, Atropatena, sonralar Qafqaz Albaniyasının, Kaspiyana vilayətinin, 16-18-ci əsrlərin ortalarına qədər Səfəvilər dövlətinin, 18-ci əsrin ortalarından Lənkəran xanlığının tərkibində olduğu bildirilir. Rayon ərazisindəki dövrümüzə dək gəlib çıxan abidələr, məscidlər və digər qədim tikililər də Masallının uzaq tarixinin sübutudur. Şişkədərə kəndi Masallının ən qədim yaşayış məskənlərindəndir. Rayonun tarix diyarşünaslıq muzeyi də bu kənddədir. Masallı sənaye rayonu olmasa da, buradakı istehsal sahələrinin sayı da artmaqdadır. Ölkədə və xaricdə məşhur olan Embavod mebel brendinin fabriki də məhz Masallıdadır. Müəssisədə müxtəlif brend adı ilə yumşaq və mətbəx mebelləri, yataq dəstləri istehsal edilir. Masallıda bugün bir sıra qabaqcıl təhsil, səhiyyə müəssisələri də var. Rayonda tanınan Dəfinə Liseyinin və Zərifə Əliyev adına elmi tədqiqat göz xəstəlikləri institutunun da filialları var. Gənclərin asudə vaxtını səmərəli keçirməsi də Masallıda diqqət mərkəzində saxlanan bir sahədir. Bu istiqamətdə rayonda yeni infrastruktur obyektləri də yaradılıb. Bir neçə ildir ki, istifadəyə verilən Olimpiya İdman kompleksi, regional boks kompleksi, yeni tikilən taekvondo və boks mərkəzləri, həmçinin gənclər mərkəzi də Masallı gənclərinin ən çox üz tutduqları yerlərdir. Masallı Azərbaycanın turizm sahələrindəndir. Burada ilin bütün fəsillərində yerli və xarici turistlərlə rastlaşmaq mümkündür. Yamyaşıl meşələr, bulaqlar, çaylar və göllərlə zəngin Masallı həm yerli sakinlərin, həm də qonaqların sevdiyi gözəl bir məkandır. Burada turistlər üçün istirahət mərkəzləri, otel və kotejlər fəaliyyət göstərir. Masallı şəhər otellərində qiymətlər bir nəfərə 20 manatdan 40 manat arası dəyişir. Yeni istifadəyə verilən Viləş oteli və Dəştfənd istirahət mərkəzi Masallı şəhərindən avtomobillə bir neçə dəqiqəlik məsafədə yerləşir. Bu otellərdə də qiymətlər xidmətin növünə görə dəyişir. Məsələn, Dəştfənddə qiymətlər gündə 3 dəfə yemək də daxil olmaqla bir nəfər üçün 50 manatla 100 manat arasındadır. Masallı rayonu mineral su bulaqları ilə də məşhurdur. Onların arasında termal sulu olanlar da var, buz kimi soyuq su ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibi çoxlu kükürt və digər mikroelementlərlə zəngindir. Masallı şəhərinin 13 kilometrliyində, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbalov dağının ətəyində, Viləş çayının sahilində İstisu sanatoriyası yerləşir. İstisu yerin altından təbii halda 60 dərəcədən yuxarı temperaturla çıxır. Bu su ilə oynaq əzələ, dəri və bir çox xəstəliklər müalicə edirlər. Sanatoriyada müalicə mineral su vannalarında aparılır. Burada bir nəfərin istirahəti gündə 3 dəfə yemək də daxil olmaqla 30-40 manata təklif oldu. Masallıdan Lənkərana gedən yol boyunca Xəzər dənizinin cənub-qərb sahilində Qızılağac qoruğu yerləşir. Bu qoruğun ərazisi Qızılağac körfəzinin bütün sahil zolağını, eləcə də yaxınlıqdakı quru sahələri əhatə edir. Qoruq 1929-cu ildə su bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlaması məqsədi ilə yaradılıb. Masallı bugün Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada keçirilən festival və mədəniyyət tədbirləri də bunun sübutudur. Masallı Azərbaycanın folklor paytaxtı elan edilib. Artıq bir neçə ildir ki, burada ənənəvi beynəlxalq folklor festivalı keçirilir. Rusiya, Türkiyə, Qazaxstan, Latviya və bir çox ölkələrin folklor kollektivləri hər il məhz Masallıya toplanır.
Halay masalının qızlardan ibarət folklor ansamblıdır. Bu ansambl Azərbaycanın ilk folklor qruplarındandır. Halay beynəlxalq festivallarda müvəffəqiyyətlər qazanan, dünya miqyasında Azərbaycanın folklorunu tanıtdıran bir kollektivdir.